Allah Teala zamin durub Kur'an və sünnənin qorunmasına biz bu zikri nazil etdik və biz bu zikri qoruyacağıq. Və biz dedik, zikir Kur'an və sünnədir. Lakin Allah Teala Kur'an-ı Kerim'in qorunmasını və sünnənin qorunmasını kişilərin əli ilə eləyib. Allah Teala bir qrup insanlar seçib, onlar bu kitabdan və bu sünnədən olmayan şeyləri, bu kitabdan və bu sünnədən olmayan şeylərin müdafiəsinə qalxırlar. Həmin kişilər, hansılar ki, Quran-ı Kərimi bizə nəql ediblər, onlar eyni anda da Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini nəql ediblər. Onda şək, bunda şəkdir. Allah Teala Quran-ı Kərimdə Nisa surəsində buyurur. Hansı ki, bu ayə Qur'anı deyənlərin, özlərinə Qur'anı biz Qur'anla gedirik deyənlərin belini qırır. Allah Teala buyurur ki, وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا. Kim Rasuldan üz döndərsə, ona haqq bəyan olandan sonra, yəni kim haqq bəyan olandan sonra Rasuldan üz döndərsə və müminlərdən qeyrisinin yolunu götürsə, onu yönəldiyi yola yönəldəcək və onu cəhənnəmə salacaq, nə pis yerə gedir. Sual. Allah Resulü sallallahu aleyhi və səlləmin dövründə müminlər kimi? Sahabələr, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə iman etmişlər. Allah Resulü sallallahu aleyhi və səlləmə iman etmişlərin içində bir dənə yalnız Quranla gedirik deyən göstər. Bir, bu ayədən ikinci dəlilimiz, Allah Teala deyir ki, Rasuldan üz döndərib möminlərdən qeyrisinin yoluna tabi olarsa, deməli, möminlərin də yoluna tabi olmaq Quranda var. Bəzidir ki, Quran bizə bəsdir. Necə yəni? Quran kimə bəsdir? Məsələn, gəlmişsən, qarşında bir nəfər var. Məsələn, deyirsən ki, hansısa bir də ayə oxursan, məsələn, deyirsən ki, Ya eyyuhəllezina əmənu ittəqullah. O da deyirsən ki, nə deyir Allah burada? Deyir, nə bilim. Quran onun nəyinə bəsdir? Quran onun harasına bəsdir? Bu heç nə bilmir. Bu başa düşmür. Bu ayələrin mənasını bilmir. Bu Qurandan neynəsin? Bu yazıq Qurandan neynəsin? Nə qədər bizim müsəlman qardaşlarımız var. Onlar Quranı ancaq oxuya bilirlər. Götürür, oxuyur. Məsəl üçün də Əlif Lam Mim, Zəlikəl Kitabu la raybə fih, hudən lil muttəqin və s. Deyirsən, qardaş, nə oxuyursun? Deyirsən, hər hərif onun səbəbini götürür. Quran buna bəsdir. Bunun nəyinə bəsdir? Yaxşı, deyir ki, tərcüməyə baxır. Tərcümə Quran deyil. Tərcümə mənadır. Mənanı oxuyan necə hökm çıxada bilər? Çünki əslini bilmir. Və nə üçün tərcümə olunur Quran-ı Kerim, mənaca? Ərəbcə bilməyənlər anlasın ki, Allah onlardan nə istəyir? Tərcümə olunmayıb ki, oxuyub hökm çıxardasan. Sən onunla hökm çıxartmaq üçün kitabın dilini öyrənməlisin. Adam oxuya bilmir Quran-ı Kerimi. Necə? Bəllidir. Elşad Medib onun ətbaları
Onlar Quran oxuya bilmirlər, üzdən, düzgün. Baxıram, YouTube'da bir dənəsi var, mücadilə edir, ərəbdir. Quranidir. Bir dənə qardaş ondan münazirə edir. Deyir, Quranda oxu, aç ayəni oxu. Verib ona ayəni Rabbena erinəl-ləzīnə adallənə. O ayəni oxu. Oxuyur ki, Rabbena erinəl-ləzīnə adallunə. Əl-ləzīnə eyni yazılı forması var. Sadəcə orada hərəkətsiz məsələsi var. O da deyir ki, qardaş, yaxşı oxu deyir. Quran oxuya bilmir. Quran oxuya bilmir. Yəni, mən danışma əzbər oxusun. Üzündən oxuya bilmir, Allahın kitabından danışır. Adam hərfin çıxış məxrəcini bilmir. Sən deyə bilərsən ki, lazımdır bunlar danışmaq üçün, bəli, lazımdır. Sən Allahın kəlamından danışırsansa, lazımdır, bəli. Sən heç bir elmdə bunu eləyə bilmərsən, heç bir elmdə. Sən qovallar. Sən gedib hansısa bir kimya olsun, fizika olsun, riyaziyyat olsun, həndəsə olsun, astronomiya olsun, ged onların elm adamlarının yanına. O barədə yazılan kitabları üzündən normal oxuya bilmə, nəinki söhbət təfsirindən və izahından gedir. Gör, sənin bir sözü qəbul edir, qardaş, sən neyinsən, nə olursan? Sənə qoymazlar danışmaq. Sən Allahın kəlamını oxuya bilmirsən. Necə danışırsın? Yəni, bu ayıbdır. Bu ayıbdır. İnsan bir özünə hörmət edir, ayıbdır bu. Heç olmasa, örgən, oxu. Vallahi, əgər insan haqqıyla Allahın kəlamını oxumağa, birinci onu örgənməyə, sonra onu oxumağa qalxsa, yəqinliklə əmin olar ki, sünnədəydir. Bunu yəqinliklə deyirəm. Əgər insan haqqıyla oturub Allahın kəlamını örgənməyə başlaysa, əlif, bə, tə, sə, cim, hə, xa, dəl, zəl, razə, sinşin, ilə axıra qədər. Oturub haqqı ilə örgənsə, onların çıxış məxrəclərini örgənsə, necə Peyğəmbər sallallahu aleyhi ve sellem çıxardı, necə sahabələr çıxardı, örgənsə, sonra vallahi başa düşər ki, sünnəvədir. Adam o etabların heç birini eləmir, gəlir alimlidir. Əslən, Qurani Kərimə belə yanaşmaq cahillikdir.